Allah Teala Əl-Furqan surəsinin 62-ci ayəsində belə buyurur. Bismillahirrahmanirrahim. Huvellezî ceale lekumul-leylə ven-nahara xilfeten limen arada en yezzekkere ev arada şükura. Allah sizin üçün gecə və gündüzü bir-birinin ardınca gələn etdi. Xilfə o xəlifədə bir-birinin ardınca. Bir-birinin ardınca gələn etdi ki, limən arada en yezzekker o arada şükura. Kim istəyər düşünər, kim istəyər şükür edər. Əslində bu bizim üçün bir ibrət dolu Rəbbimizdən, Rəhman və Rəhim olan Allahımızdan mesajdır. Ayə insana əslində bir gündə sanki iki məktəb göstərir. Gecə və gündüz. Gecə təfəkkür və ibadət məktəbi. Hər şey sakitləşəndə, səs-küy dayananda sən Allaha doğru gedirsən, təfəkkür eləyirsən, ibadət edirsən. Günüz isə əməl və xidmət istiqamətidir bizə. Yəni insanların və Allahın razılığını əldə edəcək nələrisə etmək. Əslində hər gecə və gündüz bir fürsətdir. Gərək biz bunları boşuna keçirməyək.